Thanos'un bu dəli məntiqi Marvel yazarlarının uydurması deyildi. Arxasında elmdə Maltusçuluq adlanan real bir fəlakət nəzəriyyəsi dayanırdı. 1798-ci ildə Thomas Malthus adlı bir iqtisadçı bəşəriyyətin gələcəyini alt-üst edən bir düstur tapdı. Riyaziyyat çox bəsit və amansızdır. Canlı populyasiya isə hər zaman geometrik silsilə ilə artır. 1, 2, 4, 8, 16, 32 və s. Yəni partlayışla. Lakin bizim həyatda qalmağımızı təmin edən qida, su və digər resurslar yalnız aritmetik silsilə ilə çoxala bilir. 1, 2, 3, 4, 5, yəni tısbağa sürəti ilə. Bunun mənası nədir? Həyat nəzarətsiz artdıqda bir gün resursların tamamilə bitdiyi o qanlı kəsişmə nöqtəsinə çatacaq. Malthus deyirdi ki,